Salam, mənim balaca dostlarım. Bugün sizi göbələklərin möcüzəli və rəngarəng dünyasına aparacağım. Super bir maceraya hazırsınız. Elə isə gedək. Diqqətlə baxın bura. Sizcə bu nəyə oxşayır? Bəlkə bir bitkidir? Yarpaqları var. Ya da bəlkə rəngbərəng bir çiçəkdir. Nə fikirləşirsiniz? Xeyr, heç də yox. Bu bir bitki deyil. Çox qəribədir, elə deyilmi? Yaxşı, əgər bitki deyilsə, bəlkə bir heyvandır. Belə qaçır, tullanır, səs çıxarır. Tapmadınız. Yenə də xeyr. Bu heyvan da deyil. Bu sehirli bir göbələkdir. Bəli, göbələklər nə bitkiyə oxşayır, nə də heyvana. Onların öz xüsusi, bambaşqa bir aləmi var. İndi gəlin bu qəribə, amma super maraqlı dostlarımızla biraz yaxından tanış olaq. Görək onlar kimdir? Deməli, göbələk nə bitkidir, nə də heyvan. O, tamam başqa bir canlıdır. Onların öz böyük bir ailəsi var. Bu ailənin adı da bilirsiniz nədir? Fungi, yəni göbələklər aləmi. Bəs bu sehirli canlılar harada yaşamağı sevirlər? Onlar meşələrin nəm, sərin yerlərini xoşlayırlar. Köhnə ağac kötüyünün üstündə ya da yerə tökülmüş xışıldayan yarpaqların arasında, belə qaranlıq, rahat yerlərdə gizlənirlər. İndi isə ən maraqlı yerinə gəldik. Bilirsiniz, göbələklərin meşədə gizli çox vacib işləri var. Onlar əslində meşənin super qəhrəmanlarıdır. Təsəvvür edin, göbələklər meşənin təmizlik komandasıdır. Onlar yerə düşmüş köhnə yarpaqları, qurumuş ağac budaqlarını tapırlar və onları yeyib xırda-xırda parçalara ayırırlar. Bu parçalar da torpağa qarışıb onu güclü, sağlam bir torpağa çevirir. Bax, həmin sağlam torpaqda da yeni güllər, yeni ağaclar böyüyür. Super deyilmi? Bilirsiniz, bəzi göbələklər təkcə meşəyə kömək etmir. Elələri var ki, bizə də kömək edir. Gəlin indi 2 dənə belə köməkçi göbələklə tanış olaq. Baxın, bunlar bizim köməkçilərimiz. Soldakı balaca köməkçinin adı Maya göbələyidir. O qədər balacadır ki, onu gözlən görmək olmur. O şəkəri yeyir və çörəyimizi yumşaq köpüklü edir. Sağdakı isə bizim dadlı dostumuz, şampinyondur. Yəqin ki, onu pizzanın üstündə görmüsünüz. İçi də bizi güclü edən vitaminlərlə doludur. Çox dadlıdır. Amma dayanın, bir dəqiqə, çox vacib bir şey var. Unutmayın ki, bütün göbələklər bizim dostumuz deyil. Bəziləri çox təhlükəli ola bilər. Ona görə də indi diqqətlə qulaq asın. Bax, bu cümləni heç vaxt unutmayın. Bəzi göbələklər bizim dostumuzdur, amma bəziləri çox hiyləgər və təhlükəlidir. Gəlin bu cədvələ baxaq. Sol tərəfdə gülümsəyən bizim dostlarımız olan göbələklər var. Məsələn, şampinyon və ağ göbələk. Bunlar yeməlidir. Amma sağ tərəfə baxın, kəllə işarəsi var. Bunlar çox təhlükəlidir. Milçək qıran, yalançı tülkü qulağı kimi göbələklər çox zəhərlidir. Onlara heç əl vurmaq belə olmaz. Və indi gəldik göbələklər aləminin ən vacib qaydasına. Bu qızıl qaydadır. Hamı qulaqlarını şəkləsin, çünki bu çox vacibdir. Bir anlıq düşünün. Meşədə gəzirsiniz və birdən qarşınıza qıpqırmızı, üstü ağ nöqtəli, nağıllardakı kimi gözəl bir göbələk çıxır. Nə edərsiniz? Ən vacib qayda budur. Ona əsla, amma əsla toxunma və ağzına vurma. Bir də deyirəm, çünki bu çox önəmlidir. Tanımadığınız bir göbələyə nə toxunmaq olar, nə də onu yemək. Bu, ən vacib qaydadır. Bəs niyə olmaz? Çünki bəzi göbələklər hiyləgərdir. Çox gözəl görünsələr də əslində çox zəhərli ola bilərlər. Onlar sizi çox pis xəstələndirə bilər. Yalnız bu işi bilən, göbələkləri yaxşı tanıyan böyüklər hansının təhlükəsiz, hansının təhlükəli olduğunu bilir. Deməli, göbələklər təbiətin balaca, rəngbərəng möcüzələridir. Gəlin onların bu sehirli gözəlliyinə uzaqdan, təhlükəsiz bir yerdən baxıb zövq alaq. Amma qaydanı unutmayın, baxmaq olar, toxunmaq isə əsla olmaz. Bugünlük bu qədər mənim balaca təbiətsevər dostlarım. Növbəti macəralarda görüşənədək.